Diskləri diviziyaya əlavə eləmək üçün əvvəlcə menüyə gedirik. Burada user interface var. Ona klik edirik. List files var. List files'in üstünə load list belirik. İstədiyimiz listi çağırırıq buradan. Mən N9'u çağırdım. Apply. Okay. N9 yazdıqda N9 funksiyası gəldi. Yeni səhifə açdıqda da gələcək. Yeni DVD açdıqda da DVD-nin bağlı səhifəsini açdıqda da gələcək. Bunu indi buradan silmək istəsiniz əgər user interface-ə girib listi üstünə unload eləməlisiniz, yəni yüklənməsin.